Soyuq. Hər vaxtınız xeyirli uğurlu olsun əziz bacılarım. Yeni gündən, yeni bir vlogda xoş gördüm hər birinizi. Necəsiz qızlar? Ümid edirəm hər biriniz yaxşısınız. Tək yaxşı olun. Mən də şükürlər olsun yaxşıyam. Axşam sizin üçün bir vlog başlatmışam. Market alışverişinə gedirdik. Dedim sizi də özümlə birlikdə aparım. Markete gecə-gecə getdiyimizə görə əslində heç düşünmürdüm vlog başladım, yəni vlog çəkeyim, amma sonra düşündüm ki, niyə də olmasın. Hazır getmişkən dedim həm alışverişimizi edərik, həm də sizin üçün vlog çəkərəm. Gecə getməyimizin də səbəbi nəsə belə anidən elə qərar verdik ki, yəni gecə vaxtı adam az olur marketdə, gedə-gələ sakitçilikdə edək alışverişimizi və yollanırıq Rahat marketə. Saat 12'dir bu arada. Önce yoldaşım dedi ki artık saat 12'ni keçib, marketler bağlanıb, getməyin yeri yoxdur. Sonra yadımıza düşdü ki Rahat market 7-24 işləyir, yəni açıq olur gecələrdə. Ona görə gələyən yaxşısı gedək alışverişimizi oradan edək. Və burada da artıq çatmışıq marketə. Elə burada da istəyirəm qızlar şərhimi dayandırım, ardını şərhsiz izləyin. Biz alışverişimizi edək, siz də bizi izləyin. Amma arada ehtiyac olduqca qayıdacağım. Sizə xoş izləmələr. Zeytin, yaşıl zeytindendir. Aynı şeyden yanlış sanki. Yanlış diyorsun. Şimdi şokolatlı diyorsun. Şokolatlı denik tatlılar.
Cemlidir. Bu Saadet o Cemli. Üstünde de yazılıb Cemli. Cemli deyil. Belə Saadet. Tuzlu fıstıklar da var orada, yer fıstıklar. Bir manatın şeydir. Və beləliklə qızlar alış-verişimizi etdik. İndi yollanırıq evə. Dayı qızlar evdə gedib çəkiliş etmədim, nə aldığımı, yəni paketləri boşaldarkən çəkmədim, çünki artıq marketdə hamısını detaylı çəkmişdim və həm də ki gec olduğuna görə çəkiliş etmədim evə gedərkən. Amma vlogun davamını növbəti gündən çəkdim. Onu da yəni videonun davamında görəcəksiniz. Yəni ümumiyyətcə belə dolu bir vlog hazırlamışam sizin üçün. İnşallah ki sona qədər izləsəz, inanıram ki bəyənəcəksiniz. Və növbəti gündə də yenə də çıxdı. Gedəsi yerim var idi. Daha doğrusu qardaşımın balasının, yəni qızının doğum günü olmuşdu. Onun üçün hədiyyə almağa getmişdim. Və yenə də oradan da az bir şeyler çəkmişəm. Evə gələndən sonra yenə də alış-verişi nələr aldım, onları göstərəcəm sizə. Və belə qızlar. Burada isə artıq növbəti gündür. Dediyim kimi çıxdım alış-verişə yenə. Deməli qızlar, getdim gəldim artıq, amma çöldə çox çəkiliş edə bilmədim. Çünki çəkilişə başım qarışanda heç nəyə baxa bilmirəm. Fikrim, yəni konsentrasiya ola bilmirəm. Ona görə də çox çəkmədim çöldən çəkiliş. Dedim ondan sonra rahat-rahat gələrəm evə. Nə aldığımı elə evdə göstərərəm sizə.
Belə Maşdağaya getmişdim qızlar. Bu nərgizləri də oradan almışam. Yəni çox xoşum gəlir bu nərgiz gülündən. Çoxdan da düşünürdüm ki, alım həyətimizə əkim və elə Maşdağada mağazaları gəzəndə yol qırağında rastıma çıxdı. İkisini götürdüm. Birini 1 manata almışam, amma Zabratda qarşıma daha sonra çıxdı. Biri 2 manat 50 qəpiyə. Dedim elə nə yaxşı ki, Maşdağadan almışam. Ümumiyyətcə Maşdağanı çox bəyənirəm. Ora həm ucuzdur, həm də ümumiyyətcə belə ticarət yeri deyəndə nəsə Maşdağa gəlir ağlıma mənim. Çox xoşum gəlir elə orada. Həm mağazalar çoxdur, gəzəndə ucuzluqdur da. Məsələn, göyərtiləri gördünüz də 6-sını 1 manata almışdım. Hansı ki bizim yaxınlığımızda 4-ü 1 manata satılır. Yəni bunun kimi hər bir şey çox ucuzdur. Və daha sonra 1 manatlıq dükan çıxdı qarşıma. Girdim, baxım ki, görüm nə var, nə yox. Yəni heç almaq niyyəti ilə yox, prosta elə girib baxmaq niyyəti ilə girmişdim. Amma elə 1-2 dənə mənə ehtiyac lazım olan bir ev üçün, yəni ehtiyac olan bir şeylər də aldım. Rakvinanın içi üçün setkadır. Qiymə keşim qırılmışdı. Bir dənə qiymə keş aldım. Hər birini 1 manata almışam. Bir tək qiymə keşi 1 manat 50 qəpiyə almışam. Bir də yenə də belə stol üstü oyun Uno kartlar aldım ki, hərdən belə başımızı qatmaq üçün bilirsiniz oynayırıq biz. Stol üstü oyunlar, stol üstü deyəndə masa üstü oyunları qoşuluyuruq da bir sözlə. Onu da götürdüm və 4 dənə belə həm böyük, həm kiçik batareykalar da götürdüm. Tez-tez lazım olur evdə. Dedim zapasda olsun. Yəni manatlıq dükanından aldıqlarım bunlar oldu. Ümumiyyətcə Maşdağada manatlıq dükanlar çoxdur. Mən də xoşlayıram belə istənilən bir şeyi manatlıq dükanından tapmaq olur. Çox istərdim ki, Zabratda da olsun belə manatlıq dükanlar. Yəni çox olsun da. Amma cəmi bir yerdədir. O da yenə də heç manatlıq sayılmır. Manatlıqdan çox, yəni yuxarı qiyməti olan mallar satılır da. Neysə qızlar, elə oradan da aldıqlarım, manatlıq dükanından da aldıqlarım onlar oldu. Daha sonra Maşdağadan qaydanda düşdüm yol üstü. Bilirsiniz, bura keçən vlogda da keçən vlogların birində demişdim. Zabrat 2-də Agramol var. Bu Özbək mağazası deyilən bir yer var. Oradan da girdim. Elə qardaşımın qızı üçün dedim oradan da bir-iki hədiyyəsinin üstünə əlavə olaraq bir-iki şey alın. Yenə də oradan da bunları da oradan almışam. Bilirsiniz qızlar, yəni Özbək mağazasında çeki ilə satılır. Yəni dənə ilə deyil qiymətləri. Məsələn, bütün bu belə geyimlər kilosu 30 manatadır və tərəziyə qoyursan neçəyə gəlirsə o qiymətə, yəni çox ucuz başa gəlir də əslində. Məsələn, bir dənə bu maykanı 2 manat 60 qəpik elədi. Daha sonra ondan qabaq göstərdiyim mayka qızı üçün olan, onun da bir dənəsi 1 manat 65 qəpik elədi. Məsələn, bu corab 60 qəpik elədi. Daha sonra bayaq göstərdim 2 dənə corab yenə qızı üçün, o da ikisi 60 qəpik elədi. 2 dənə alt paltarı bayaq gördünüz. Onlar da 1 manat 65 qəpik eləmişdi ikisi. Bu qədər şey, yəni toplam cəmi 7 manat neçə qəpik isə tutdu da. Həm də yəni yaxşı olan odur ki, həm qiyməti ucuzdur orada, həm də ki, bütün geyimlər hamısı pambıqdır da, sintetika heç nə yoxdur, hər bir şey pambıqdandır. Və ən əsası da odur ki, bütün məhsullar hər biri keyfiyyətlidir həqiqətən də. Yəni oradan aldıqlarım onlar oldu. Dediyim kimi, hədiyyənin üstünə əlavə olaraq almışdım. Və Maşdağadan da Karat bayaq göstərdim. Paketin üstündə Karat uşaq geyimi mağazasından da evdə geyinmək üçün bu dəstə almışam. Bunu da çox münasib qiymətə aldım. Qiyməti burada deyəsən göstərirəm. Hardasa 17 manata yaxın idi. 16 neçə idisə. 16 manat 40 qəpiyə almışam qızlar. Belə bu da çox qəşəng pambıq materialdan idi. Zabratda da mağazalar çoxdur, həddindən artıq. Sadəcə olaraq nəysə bilmirəm nədənsə Maşdağada hər bir mağazada qiymətlər çox münasibdir. İstəyir küçə, yəni bazarı olsun, istəyir mağazaları, market yox, yəni mağazalar da qiymətlər daha münasib mənə görə və
belə düşünürəm ki, əgər toplu alış-veriş edəcəmsə, dəyər, yəni Maşdağıya gedib oradan alış-veriş etməyə. Belə düzdür, indi elə güclü alış-veriş etməmişəm, həm də nəsə belə fərqlilik olsun deyə eyni yerə, eyni onsuz da Zabratın bütün mağazalarını demək olar gəzmişəm. Fərqli olsun deyə Maşdağıya getdim. Çoxdan da getmirdim. Və elə getmişkən mənə lazım olanları da, ehtiyac olanları da oradan aldım. Düz indi bəlkə deyən olacaq ki, orada qəpik quruş üçün buradan vurub Zabratdan Maşdağıya gedirsən. Yəni yenə dediyim kimi həm sırf fərqli olsun deyə getdim, həm də ki, yəni niyə də olmasın. Qəpik quruş deyəndə, məsələn, adi o nərgiz güllərini dedim sizə, ikisi Zabratda 5 manata görmüşdüm. Hansı ki, mən onun ikisinə 2 manat verdim cəmi şeydə, Maşdağada. Onun kimi digər hər bir şeydə. Niyə görə mən ucuzu qoyub baha almalıyam ki? Yəni qənaət etmək indiki zamanədə mütləqdir. Ümumiyyətcə bu həmişə demişəm ki, yəni qənaət etmək çox yaxşı bir şeydir. Qənaət edərək çox bir şey əldə etmək olar. Hələ ki, yəni dediyim kimi indiki zamanədə mütləqdir. Bu məsələn mənə baha bir şey alanda bilə ki, bunun qiyməti hardansa mən başqa yerdən ucuz ala bilərəm. Onu baha alanda məni də yandırır həqiqətən də, o heyfim gəlir o pul. Çünki həqiqətən də mən görürəm axı ailəm, uşaqlarım, yoldaşım əziyyətlə qazanırlar o pulu. Ona görə də xoşlamıram mən o israfçılıq etməyə. Düzdür, hər yerdə də qənaət etmək olmur. Elə yəni şəraitinə görə də, yəni bacardığın qədər qənaət etmək məncə yaxşıdır. Və belə qızlar, qardaşımın balasının hədiyyəsini hazırladım. Yəni qoydum paketə ki, yoldaşım aparar. Və daha sonra yadıma düşdü ki, gəlinimizə də Temudan ayaqqabı almışdım. Ad gündə yadınızdadırsa ona bu rəngdə, bu ayaqqabı rəngdə çanta almışdım və həmin o çantanı hədiyyə edərkən söz vermişdim ki, ona o rəngdə sənə bir dənə də ayaqqabı alarıq. Və hətta özü də seçmişdi, bəyənmişdi. Belə bir mokasin ayaqqabıları xoşlayır. Yəni ümumiyyətcə mən də xoşlayıram, o da xoşlayır. Elə öz zövqü ilə seçmişdik, sifariş etmişdim. Və gəlib çıxmışdı. Dedim elə bunu da qoyum o hədiyyənin üstündə göndərim. Və bir də tort bişirmə qabı istəmişdi məndən ki, varınsa göndərərsə mənə, tort hazırlamaq istəyirdi. Və məndə də var olduğuna görə dedim elə verirəm onu sənə. Mən özümə yəni rastıma çıxarsa alaram da. Özüm üçün alaram, onu da ona hədiyyə etdim. Elə yoldaşım da apardı verdi. Yəni ad gün artıq keçmişdi düzü. Üstündən 2 gün keçib ad gündən. Sadəcə olaraq getməmişdim ad günündə uşağın. Və dedim heç olmasa hədiyyəsini alım göndərim. Elə yoldaşımdan göndərdim, apardı sağ olsun. Və burada da hələ çıxmışıq. Dedim nərgizləri də əkim. Yoldaşım da kömək elədi, sağ olsun, nərgizləri əkdik. Çox gözəl belə yaz havası da var idi. Burada da ağacları çəkirəm. Artıq ağaclar da tumurcuqlayıb. Bu da o deməkdir ki, torpaq oyanıb artıq. Yəni əkim falan etmək artıq olar. Hətta yoldaşıma burada dedim ki, bəlkə bir dəfəlik oraları şumlayasan. Keçən ildən yığdığım toxumları da səpək, gül toxumları. Sonra dedim ki, yox, hələ şaxtadır, biraz gözləyək. Mart çıxsın, onsuz da 5-10 günə mart çıxır. Daha sonra aprelin əvvəllərində əkərik. Daha doğrusu, yəni toxumları səpərik. Ümumiyyətcə belə mart yox, aprel ayını daha çox sevirəm. Niyə görə ki, hər yer yaşıllaşır. Daha doğrusu ağaclar çiçəkləyir. Çox sevirəm də o görüntünü, ağacların o çiçəkli olan vaxtı. Hər yer gül, çiçək, yaşıllıq. Hətta o Yaponlarda deyəsən sakura ağacı deyirlər. Ağaclar çiçəkləyəndə, yəni o ağaca bənzədirəm bu. Daha sonra başlayır o çiçəklər tökülməyə falan. Nəsə xoş təsir eləyir mənə bir sözlə. Belə qızlar, güllərimizi də əkdik. İnşallah ki tutar. Yəni tutmamaq ehtimalı yoxdur, çünki kötüklü alıb gətirmişdim. Yəni soğan kimidir də dibi. Elə kötüklü vəziyyətdə də əkdik. İnşallah ki daha da çoxalar.
Yəqin ki, bu sevdiyim gülü inşallah gələn ildən daha pulla yox, belə öz həyətimizdən yığıb qoyarıq güldana. Bir şey yadıma düşdü qızlar, indi onu deyəcəm sizə. Amma öncə belə videonu şərh edim. Burada qaldıqlarımı yerləşdirirəm. Elə ən böyük setkanı almışdım. O da yaxşı ki, elə razmerinə uyğun gəldi. Yemək qalıntıları həm gedir borunun içinə. Tez-tez tutulur, ona görə dedim setka alım qoyum ki, tutulmasın. Demək qızlar, nə yadıma düşüb onu danışmaq istəyirəm sizə. Bu nərgiz güllə bağlı. Demək, əvvəllər çox tez-tez alardım nərgiz gülləri çöldən. Yəni küçədə satılan nərgiz gülləri. Sonra bir gün ola bilsin, indi demirəm ki, hamısı oradan, sırf oradan yığılır, amma ki, yəni gördüyümü deyirəm də. Bir dəfə mamamın, papanın məzarını ziyarətə getmişdik və bir də gördük orada bir kişi düşüb bütün qəbirlərdən bütün bu gülləri kəsib götürürdən. Bizdə də mamanın, papanın bu məzarının qırağı, qardaşımın məzarının qırağı bütün divar boyu nərgiz gülləri dolu idi. Hətta onları da belə kəsib aparmışdılar. Ondan sonra bildim ki, sən demə bu çöldə satılan nərgiz güllərinin çoxsunu elə məzarlıqdan yığıb satırlar. Düzdür, orada nə var ki, elə pis bir şey yoxdur. Yəni pis, mən inanclı deyiləm, şey eləmirəm ki, yəni pis baxmıram ki, qəbirstanlıqdan dərilib gətirib, amma yəni deməyim odur ki, bir çox gülləri mən belə düşünürəm. Çünki qəbirstanlıqda demək olar hər məzarın kənarında nərgiz gülləri var da. Məncə elə çöldə satılan güllərin çoxsu məzarlıqdan yığılır. Yəni deyirəm, pis baxmıram, lap belə, yəni indi də alıram, yenə də elə şeyləri ürəyimə gətirmirəm. Amma yəni heç də düzgün eləmirlər. Yəni edirlərsə həmən adamlara deyirəm, heç də düzgün eləmirlər. Ondan sonra onu elə həyətində ək, yetişdir, elə saat. Onu cəmaət ora əkib ki, gözəllik versin də, gəlib yığıb aparırlar. Mən hələ, yəni indiyə kimi qəbir üstünə gedəndə mən orada nərgiz, yəni gülü görməmişəm də, həmişə kəsilmiş vəziyyətdə görmüşəm. Düzgün deyil də belə etmək. Elə ona görə də o səbəbdən də aldım ki, öz həyətimdə olsun, öz həyətimdən yığım, elə qoyum. Çünki çox sevdiyim bir güldür həqiqətən də. Ətrini çox bayılıram da onu, evdən o gələn iyi, çox xoş təsir edir mənə. Belə qızlar, keçək vlogumuza. Burada da qızlar göyərti doğrayıram, dovğa pişirməyə hazırlaşıram. Bu göyərtilər də bilirsiniz hansı göyərtilərdir. Yəni həm qatıq, həm göyərti rayondan gəlmişdi. Yəni vlogun birində görmüsünüz. Yəni çəkiliş çoxdan olub, yəni o ərəfələrdə olub onsuz da. Yəni hələ indi siz baxırsınız da. Yəni həmən rayondan gələn göyərti qatıqdır. Düzdür, rayondan gələndən hardasa 3-4 gün sonra bişirdim. Çünki qatıq çox təzə idi. Smetan dadı gəlirdi, şipşirin idi. Ona görə gözlədim ki, biraz necə deyim, tutsun da özünü, biraz bir daha az da olsa turşuluq yaransın. Çünki qatıq şirin sevmirəm. Elə 3-4 gün sonra dovğanı bişirdim. Çox dadlı alınmışdı. Rayon göyərtisi ilə, rayon qatığı ilə dovğa möhtəşəm alınmışdı da. Elə bir qazan bişirdim. Soyudu, qoydum soyuducuya. Bizdə də hər kəs soyuq vəziyyətdə xoşlayır dovğanı. Mən özüm də elə 2 gün, 3 gün içdik. Vlog çoxdanındır deyəndə qızlar hardasa 10 gün falan olar da, 10-12 gün olar. Və sadəcə olaraq keçən vlogu yadınıza gəlirsə, bundan qabaqki 8 mart vlogunu qabağa saldım. Amma öncə bunu paylaşmalıydım da. Ona görə biraz da gecikdi. Neyse kızlar, burada da dovğamı da hazırladım. Daha sonra bir gün qabaq market alışveriş etmişdik. Hər bir şeyi yerləşdirmişdim. Yəni gecə etmədiyimə görə gündüz etmişdim. Və daha sonra orada noxuddur, lobyadır, onları da təmizləyib alışverişə getməmişdən öncə qoymuşdum ki, biraz suda qalsın. Elə gələndən sonra da bu dovğanı bişirəndən sonra da onları da qoydum üstünə ki, bişsin. Həm buzluğa qoyacağım, həm də noxud lazım idi mənə burada dovğaya əlavə etmək üçün. Biraz dovğaya əlavə etdim, qalanını soyudu qoydum buzluğa.
Və lobyanı da bişirdim ki, yemək bişirimi hazır qoyum. Evdə bizdə uşaqların ən sevimli yeməyidir. Əsas da ortancıl oğlum ürəyi gedir o lobyalı şorbadan. Burada da artıq qoymuşam bişib. Elə uzun vlog onsuz da uzundur, çox uzun olmasın deyə. Necə bişirdim onu çəkmədim. Hazır vəziyyətini göstərəcəm sizə ki, yeməyim də hazır oldu. O bişirdiyim lobyanı da demək olar hamısını bişirdim. Biraz saxladım ki, balaca bir saxlama qabına qoydum buzluğa ki, bəlkə bir vinegret salatı zadı hazırlayaram. Hansısa bir salat hazırlayaram. Belə və noxuddan da doğraya əlavə etdikdən sonra qalanları da belə paketlədim. Belə qalan saxladığım lobyanı da yığdım bu qaba, şor qabına qoydum buzluğa. Belə videom da burada artıq sona yaxınlaşır qızlar. Gecə olmadan sağollaşım sizinlə. Bu dəfə çalışdım sizin üçün qəşəng dolu vlog çəkmişəm. Yəni inşallah ki bəyənərsiniz, qiymətləndirərsiniz. Və video sayğı, yəni əziyyətə sayğı olaraq sizdən də bir dəstək gözləyirəm. Like'ınızı, şərhlərinizi, dəstəyinizi əsirgəməyin qızlar. Və növbəti vlogda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın. Öpürəm hər birinizi. Hələlik.